Bu ölkədə yerdə, yəni döşəmədə yemək yeyən insanlar görmək olar. Bu ölkənin küçələrində başınızı çox ucuz qiymətə masaj etdirə bilərsiniz. İşıqforda diş fırçalayan insan görmək adi haldır. Küçələrdə köz ütüsü ilə paltar ütüləyən dərzilər çoxdur. Gördüyünüz bunlar isə küçə bərbərləridir. Bu ölkədə ictimai nəqliyyatlardan qadınlara qarşı əxlaqsız hərəkətlər o qədər çoxdur ki, bunların qarşısını almaq üçün metrolarda yalnız qadınlar üçün vaqonlar nəzərdə tutulub. Bura kişilərin minməsi qadağandır. Bura yalnız qadınlar və 12 yaşa qədər uşaqlar minə bilər. Amma bəzən kişilər fürsətdən istifadə edib bu vaqonlara minəndə polis onları belə cəzalandırır. Bəli, bura Hindistandır.